Hoş gördük değerli izleyicilerimiz. Her birinizi Allah'ın salamıyla selamlayırıq. Həmd olsun Uca Yaradana, salam olsun onun bütün peygamberlerine, başta Nəbilərin sərtacı Hz. Muhammed Mustafa'ya, mübarək əhl-i beytin əshabına. Değerli izleyicilerimiz, bugün ithaf edeceğimiz mevzu şehadet zirvesine çatmış şehitlerimize ait olacaktır. 2016. yıl, Aprel Savaşı hiç kimin hatiresinden çıkmaz. Üzerinden artık 9 yıl geçir. Təqribən 100'e yakın yiğidimiz bu savaşta büyük zəfərə giden yolda şehadet şerbetlerini içti ve Rabbimizin dergahına yükseldiler. Birçok yüksekliklerin alınmasıyla 4 gün giden savaşın içerisinde halkımızın yeniden oyanışına vesile oldular. Aziz həmvətənlərimiz, şehitlik Allah'ın kitabında ali bir məqam olarak gösterilir. Şehadetin şerefi çok büyüktür. Allah onu herkese nasip etmez. Şehitlik o kadar ali bir zirvedir ki Rabbimiz bir isminin tecellisi olarak onu ifade eder. Şehit əslində şahid olan deməkdir. Cənnətdəki mekanını görən deməkdir. Mələkləri müşahidə etmə qabiliyyətinə malik olur. Əziz insanlarımız, torpağımızın hər qarıcı, hər daşı, hər çiçeği şehitlerimizin qanı ilə suvarıldı. Ya analarımızın göz yaşı ilə yoğruldu. Bu milletin kişisinden qadınına herkesi şehadetin havasını fərqli şəkildə duydu. 94. ildən bəri Aprel Savaşına kadar hayat bir şekilde susmuştu. Ama ülkemiz, devletimiz, ülkemizin en ağır problemi olan Qarabağ meselesini çözmeye çalışırdı. Düşman bütün gücleriyle istila edilmiş torpaqlardan geri çekilme fikri yoktu. Çok qəti ve əzimliydi. Lakin devletimizin önündeki bu problem %100 çözülmeliydi. Masaların bir gün terk edilmesi, təxribatçı Erməni silahlı qüvvələrinin Qarabağa yeniden artilleriya ateşləri açaraq ateşkəsi pozması nəticəsində əks həmlə başlamışdı. Əks həmlə nəticəsində bir çox yüksəkliklər fəth olunmuş, üçrəkli bayrağımız o zirvələrə daşınmışdı. İlk dəfə üzərindən illər keçsə belə zəfərin dadı nə qədər gözəl olduğu ordumuza daddırılmıştır. Canlarını feda eden onlarla oğullarımız, gazi olan onlarla yiğitlerimiz, tabii ki Aprel Savaşı'nda bir dastan yazdılar. Elə bir dastan yazdılar ki, bu dastan hayatı boyu okunulacak, daim okuyanlara, onu mütaliye edenlere büyük bir ruh verecek. Axı şehitler, tabii ki büyük bir ruh sahibi, bu millete büyük ruh ve aynı zamanda yurt veren insanlardı. Siz o büyük ruh ve yurdu yan yana koyduğunuz zaman ortadan vətən çıkar. Vətən ortaya gelir. Aziz insanlarımız, şehitlerimiz, onların aziz hatirələrine ne kadar çok sözler söylesek, ne kadar fəsahətli ve bəlağətli ifadeler işletsek yine de azdı. Əsas olan odur ki, 1400 yıl bundan önce Bedir Savaşı'nda ilk şehitten başlayarak günümüze kadar bu şehadet karvanı devam ediyor. Ne kadar ki torpağımıza, vətənimizə ve devletimize nankör insanlar haincesine bakacak, bu milletin fedaileri canlarından keçmeyi, torpağı korumağı, bayrağımızı ucaltmağı, insanlarımızın rahat yaşaması için canlarını feda etmeye hazır olacaklar. Odur ki biz de yeri düştüğü değil her yerde, her zaman, her meclisimizde bizim mənəviyyatımızı taclandıran, şehadet şerbetini içip Rabbimizin dergahına yükselen, Firdevs cennetine layık olan o büyüklerimizi en âli, en güzel şekilde təqdim etmeye çalışmalıyıq. Çünkü şehit değildiği zaman eğer ruhumuzda bir telatüm yaranmırsa, varlığımız titremirse, gerçekten heyecanımıza heyecan katılmırsa, onda bizim ruhumuzda bir sönülük var demeli. Bir gazi gördüğümüz zaman gerçekten ona olan sevgimiz artmırsa, demeli kalbimizde bir çöküş var demeli. Aziz insanlarımız, eğer bir şehit yadigarını, bir şehit ailesini
ehtiyac olduğu zaman ona yardım etmeyi təxir ediriksə, imanımızda qüsur var deməli. Bu baxımdan həm dualarımız, həm zikirlərimiz, həm sənalarımız içərisində heç zaman unutmayacağımız şəhidlərimiz var. Şəhid böyüklərimiz var. Bugün ölkəmizin dört bir tərəfində bu ruha, bu gözəlliyə üz tutan, təmizlənməyə gedən, ziyarət edən insanlarımız əslində əziz millətimizin, bu alicənab xalqın böyük ruha sahib olan oğullarını ziyarətlə bir ləyaqət qazanır, təmizlənir. Bu baxımdan ümid edirəm ki, gənc nəsilimiz hər keçən gündə bir milli qəhrəmanımızı, bir vətən oğlunu mütləq oxumağa çalışır. Axı bizim gənclər vətənpərvərdir. Axı bizim gənclər gələcəyimizin kültür və elm, irfan daşıyıcılarıdır. Onlar nə qədər çox bizim tariximizlə, mənəviyyatımızla iç-içə olarlarsa, bu dünyanın təlatümləri qarşısında şiddətli rüzgarları önündə əyilməz, mətin ruhlarını qoruyub saxlayarlar. Bu baxımdan bugün bu kiçik söhbətimizin içərisində o böyük ruha malik olan şəhidlərimizi rəhmətlə anırıq. Onların ruhlarına dualar edirik. Dedik ki, Allahım, sən onları Firdevs cənnətində yerləşdir. Həzrəti Muhammed Mustafa'ya müsafir elə. Ya Rabbi, sən onları Bədirin, Xəndəyin, Uhudun, Kərbəlanın şəhidləri ilə bərabər həşir nəşir elə. Və beləcə topyekun olaraq 10 milyonluq bir millət, bir xalq olaraq öz şəhidlərimizi bağrımıza basır. Onların əziz xatirələrini yad edir. Onlar üçün dualar edir və eyni zamanda xatirələrini daha çox əziz tutmamız üçün haqlarında söhbətlər edirik. Və inanırıq ki, Rəbbimizin Əş-Şəhid isminin təcəllisi onların üzərindədir. Eyni zamanda bütün peyğəmbərlərin əslində zamanlarında haqq savaşçılarla yanaşı bu gözəl ölkəmizin, cənnət vətənimizin şəhidləri də var. Şəhidlər sadəcə bu dünyamızı, yaşadığımız bu həyatımızı işıqlandırmadılar. Onlar nurlarıyla əslində bizim gələcəyimizi, gələcəyimizdəki bütün düyünlərimizi açdılar. Allah onların ruhunu şad eləsin, məqamını âli eləsin. Allaha əmanət olun.